Salamlar və sayğılar, dəyərli və hörmətli izləyicilərimiz. Dünyanın hər yerindəsiz, sizə can sağlığı arzu edirəm. Bildiyiniz kimi, neçə gün bundan qabaq Azərbaycan, Ermənistan və Rusiya arasında bir anlaşma imzalandı və bu demək olar ki, geçici olsa da 30 il bu savaşa bir son nokta qoyuldu. Bu anlaşmanın əhəmiyyəti təkcə Azərbaycan və Ermənistana deyil və müsəlləm budur ki, bölgədəki olan ölkələri də İran kimin, ya Rusiya kimin, Türkiyə kimin ölkələri də etkiləyəcək. Bu konunun əhəmiyyəti üçün bizim bu proqramımız hazırlanmış ki, bu anlaşmanı biraz detaylı şəklində dəyərləndirək və bunu görək ki, bu anlaşmanın Ermənistana və ya Azərbaycana nələr qazandıracaq və nələr məzərratı dərvaqa bu iki ölkəyə nə ola bilər. Bugün siyasi fəal Taymaz Urmulu cənablarının xidmətindəyik və bu konunu sizlə söhbət eləyəcəyik. Salam arz edirəm Taymaz bəy sizə və çox xoş gördük. Salamlar, saygılar həm sizə, həm dəyərli həmvətənlərə. Çox təşəkkür edirəm ki, vasitə yaratdınız bir para milli fəallar və mən bilirəm ki, sizin müxatibləriniz həm Türkiyədə və həm Azərbaycanda çoxdur. Bu vəsilə ilə eləyə bilirik ki, səsimiz də onlara çatdırır. Çox sağ olun. Birinci sual bu ki, bu anlaşmanı siz nə tür dəyərləndirirsiniz və bunun önəmli bəndləri nə mənədir? Bu müxtəsər bizə tozih verərsəz sevinər. Anlaşma bildiyiniz kimi 5 gün bundan qabaq təqribən bağlandı və bugün üstündən 5 gün geçirir. Bu müqavilənin əsasında qərar olubdur ki, Laçin, Kəlbəcər və Ağdam rayonları ermənilər tərəfindən boşaltılsın. Bugün birinci aşamanın son günüdür, Kəlbəcər boşalacaq. Ondan sonra şərqə tərəf gediləcək, o rayonlar boşanacaq və ən son ayın başında qərardır ki, Laçin boşalsın. Dərvaqa, hər kəs ki, bu xəbərlərə baxdı, Sayın İlham Əliyevin bəyanatını gördü, xalqa müraciətini gördü. Bu anlaşmanın bütün bəndləri ilə müvafiqdir. Sadəcə bir bənd vardı ki, orada əsasən Xankəndi, Xocavənd və Xocalının aqibəti bəlli deyil. Bir dənə də ən son bəndi vardı ki, məncə bu müqavilənin şahbeytidir. Yəni Naxçıvandan Azərbaycanın ana torpaqlarına geçmişlərdə, Sovetlərdə olan zamandan o yol açılır. O yola Dərvaqa Türkiyədən o 13 kilometrəlik bir sərhəd ki, Riza Şah və Atatürk'ün zamanında rəhmətli Atatürk pul verib oranı alıb o yol açılıbdır. O yüzden oraya Turan qapısının adını qoyubdur və Dərvaqa bu koridor Turan koridoru ünvan olunur. Bu da bu müqavilənin şahbeytidir. Yəni bir dənə əski bəndi var ki, bizə bəlli deyil. Bir dənə də şahbeyti var. Yəni əsasən bu müqaviləyə hər türlü siz baxsaz, İlham Əliyevin dediyinə də istinadən bir kapitalizasyondur. Yəni Ermənistan tamamən əzilib, təslim olub, hər şeyi qəbul edibdir
O bir dənə bənd dərvaqə Rusların oraya yumruqlarının və ya ağırlıqlarını masaya qoyduğu yer. Ki o da zaman içində məsələ aydınlaşacaq. Orada bir ayrı başqa bir bənd də vardı ki, sülh məramlı güclər, Rusların sülh məramlı gücləri gələcəklər, varid olacaqlar məntəqəyə və haralarda oturacaqlar. O da bəllidir. Ancaq orada bu qədər israrlara rəğmən ki, qərar idi Türkiyədə eyni ağırlıqda olsun, orada qeyd olunmuyor. Ki biz bu 5 gündə gördük ki, o məsələdə həllə tərəf gedir. İndi bu dərvaqə, bu tablonun uzaqdan baxdığımız. İndi mən xidmətinizdə olaram ki, bir bunları yavaş-yavaş açaq. Əgər bir fərmayişiniz olsa, buyurun, sonra biz keçərik bunları söhbətinə də. Siz buyurduğunuz kimin bu 3 tane şəhərçi buyurdunuz, Xankəndi, Xocavənd və demək olar üçüncü şəhər. Bəli. Bu 3 tane şəhərçi buyurdunuz, aqibəti bəlli deyil. Bu dərvaqa Azərbaycanın prezidenti də bunu təkid elədi ki, status yoxdur. Yəni belə bir şey yoxdur ki, biz onlara xudmuxtarlıq verək ki, qabaqcan söhbəti var idi, qabaq anlaşmalarda. Bunun o xudmuxtarlığın olmaması, siz fikirləyirsiniz ki, Azərbaycanın xeyrinə ola bilər, əgər gələcək anlaşmalarda bu xudmuxtarlığı qəbul eləməsə Azərbaycan. Çünki belə nəzərə gəlir ki, bu erməni labilərinin və ya qərbidə olan, hətta İran, Rusiya bunların medialarında güclü propagandalar gedir. Əgər gələcəkdə bu demək olar ki, bölgədə Xankəndi kimi bir yerdə xudmuxtarlıq ermənilərə verilməsə, bu yol açmır ki, gələcəkdə Azərbaycanın əleyhinə propagandalar olunsun. Baxın, əvvəldə mən bunu ərz edeyim ki, bu müqavilə mütarikə, yəni cəng mütarikəsi müqavilənaməsidir. Sülh müqavilənaməsi və ya tamamən məsələnin həll olması məsələsi deyil. Sadəcə burada savaş dayanılır, Ermənistan bu aşamada təslim olur, güclərini dalıya çəkir və bu aşamada orada bilirsiniz, sabiq 120 min nəfərə qədər Qarabağ bölgəsində erməni vətəndaşı yaşayır. İndi bu savaşların içində bizim bildiyimizə qədər 70 min nəfərə kimi bunlar məntəqədən çıxıblar, xaric olublar, gedib. Mən dəqiq bilmirəm ki, 70-80 min nəfərin hamısı Qarabağın içində olan yaşayanlar imiş və ya məsələn Zəngilan ya fərz buyurun ki, birdən Kəlbəcərin də əhalisindən o 70 min nəfər, 80 min nəfər ki, qabaqca müxtəlif mənabədə deyilmişdi, qeyd olunmuşdu, olardılar. Ancaq biz bilirik ki, 120 min nəfərdən indi orada 40-50 min civarında yaşırlar. Amma hər halda orada bir indi ağırlıqlı olan təkcə olardılar da, onlar burada yaşırlar. Bu məncə bizim üçün daha da bir imtiyaz ola bilər indiki Ruslar orada varid olublar. Çünki orada olanın hər birinin biri damdan yıxılsaydı, birinin əli qapıda qalsaydı, biri ilə dav edəsəydi, onu da bizim yəni hesabımıza qoyacaqdılar və o propaganda ki, tühlər gəlirlər, bizi qətlam edirlər, qətlam edəcəklər, belə proqramlar olubdur. Nə vaxtdan da başlayıblar, deyirlər. Məncə orada daha oyunlar çirkin hala gələ bilərdi. Hər halda belə olmadı. Yəni bizim güclərimiz Xankəndinin 2 kilometrliyində mütəvəqqif oldular. Mən bir tarixi vurğu vursam buna, eyni məsələ 1-ci Dünya Savaşında da oldu. Mondros mütarikəsi imzalandı. Mondros mütarikəsinin müfatında deyirdi ki, hər kəs durduğu mevzidə dayanacaqdır. Amma Mondros müqaviləsindən sonra İngilislər üçün gücləri var idi. Vurdular, gəldilər qabağa,
və Kərkük, Musul, Ərbili aldılar Osmanlı güclərindən. Burada da bu hər an ola bilər. Yəni biz üstün gücük, məntəqədə hər bir yerə işrafımız var. Bu da Kəlbəcəridə təxliyə elədilər. Təqribən indi Kəlbəcərin məsələsi də həll olubdur. Bu ola bilər ki, bizimkilər də hər ləhsə gördülər ki, şərait münasibdir və ya şərait bir tərəfə gedir ki, bu 45 günün əldə etdiyi imtiyazlar və əldə etdiyi nailiyyətlər xətərə düşür. Eləyə bilən mütarikəni ləğv edələr və istədiyi yerlərə qonular. Yəni bu bir mütarikədir, təxasümdür, sulhnamə deyil. O yüzden baxın, bizdə bir əcayib bir ruhiyyə var. İndi biz Azərbaycanlılar, biz Türklər 28 il orada biz çətin durumda olmuşuq. 28 ildən sonra indi bir çox çətin sürəcdə ordu düzəlib, devlət düzəlib, müxtəlif qaynaqlarımız vardı, beynəmləri himayələr tapmışıq. Şərait oraya gəldi ki, biz eləyə bildik ki, torpaqlarımızı aldıq. Bu torpaqlarımızı aldıq. Mən elə hesab edirdim, baxırdım, görürdüm ki, biz hər 4 gündə %1 torpaqlarımızı azad eləmişik. Yəni 45 gündə gəlmişik, oraya getirmişik ki, az qalır bu yarısı olsun. Onun da indi bu 5 gündə Kəlbəcər çox böyük bir torpaqdır. Hətta Qarabağın öz torpağından da böyükdür, görürsünüz, o da bizim üçün. İndi bir az qalıb Ağdam tərəfi, onu da 5 günə verəcəklər. Ayın sonuna qədər də Laçın alınacaq. Biz bu qədər nailiyyəti da görmürük. Birdən-birə bizə havalar gəlir. Belə əcayib bir fikirlərə düşürük. Maksimaliyans deyirlər. Yəni hər şeyin çoxunu həddəksərini istəyir. Bu real dünyada mümkün deyil. Real dünyada, regionda dev bir devlət var, adı Rusiya. Rəsmi bir qutub ayısıdır. Cənubda yalancı, xudəkar, nə cür deyəsən bir devlət var, adı İrandır. Azərbaycanın bir tərəfi denizdir, Xəzər dəryaçəsidir. O tərəfdən də bir 13 kilometrlik mərzi var Türkiyə ilə sadəcə ki, gəlir qabağında bir dənə Stalin o çəkmə kimi bir ayağını uzaldıbdır, oranı kəsibdir. Belə bir şəraitləri baxırıq, heç anlamırıq, birdən-birə yumuluruq bunun üstünə ki, ay necə oldu, 2 gündə dayanmadılar, 3 günə kimi biz oranı alırdıq, alardıq. Amma real dünyada yaşamamız lazım. Mən, baxın, biraz təvəccüh edəyək da, məsələlərə biraz təvəccüh edək. 2 gün ondan qabaq Şuşa alındı. Şuşa bizim canımız, ciyərimiz. Şuşa elə bir ki, Cənubi Azərbaycanın fərzələrin urmiyyəsidir. Necə Təbrizi urmiyyəsiz heç bir şeyə bənzəməz. Bakı da Şuşasız o şəraitdədir. Şuşa alındı. Onun o xəbərləri deyəndə ondan qabaq biz baxırdıq televizyonda. Öncə İlham Əliyev getdi Şəhidlər Xiyabanında atasına və qardaşına ki, orada yatırdılar, ədai ehtiram elədi. Amma baxsaydınız bunun sifətinə, buruq idi sifət. Kamilən narahat idi bu adam. Məlum idi ki, təzyiq altındadır, fişar altındadır. Demək ki, çoxlu məsələlər var idi bu arada. Bizim ordumuz gedir qabağa, amma siz görürdünüz 4 gün, 5 gün ondan qabaqdan, 3 gün ondan qabaqdan. Bu xəbərin içində birdən görürdün ki, İlham Əliyev deyildi ki, Şuşasız bu nailiyyət yarımçılıq qalacaq. Yoxsa biz gedirik qabağa, niyə Şuşa deyilir? Niyə deyilir? Çünki böyük bir təzyiq var idi. Hər an ehtimalı var idi ki, Ruslar girsinlər meydana. Məgər biz həmin adamlar deyildik ki, 3 gün, 5 gün bu çatışmalar başlayanda, bu savaşlar başlayanda yatmadıq, nigaran idik ki,
ha indidir ki Ruslar girəcəklər meydana. Məgər biz birinci 13 gün keçəndən sonra birinci sülh məsələsi gəldi qabağa, ateşkəş məsələsi gəldi qabağa. Bizim hamımız məcəl yatmadıq gecələri ki, indi bula. İkincisi oldu, üçüncüsü oldu. Da gördük ki, gəlmirlər, biz bir fərəhləndik. Amma o məsələ həmişə var idi. O bir çəkişiydi ki, həm Azərbaycan ordusunun və həm siyasi iradənin üstündə o çəkiş həmişə var idi. O gün ki, Şuşa alındı da bəlli oldu ki, çox az bir zamanda Qarabağın hər bir yeri alınacaq, onlar var idi meydana. Onun axşamı biz gördük ki, Rusiyanın bir helikopteri Naxçıvan tərəfində vuruldu. Bunu bir tərəfdən dedilər ki, Türkiyə vurub, bir tərəfdən dedilər Azərbaycan vurub. Əsasən o helikopter o gün orada nə iş görürdü? Bəzən sonra söhbətlər belə oldu ki, Rus yanlıları Azərbaycan ordusunda bunu vurublar ki, fürsət versinlər, Ruslar bunu bəhanə edib meydana girsin. Belə bir fəzada biz gördük ki, bu mütarikə imzalandı. Bu mütarikə imzalandı və yarım saat, bir saat sonra gördük ki, Ruslar güclərini Ermənistandakı təyyarə meydanlarında, paygahlarında endirdilər. Yarım saat sonra, 2 saat sonra onlar sərhəddi geçmişlər. Demək ki, orada böyük bir güc var idi, orada böyük bir təzyiq var idi. Biz onun qabağını almağa qadir deyildik. Türkiyədə buna amadəliği yox idi. Və həmən gün biz gördük ki, Xulusi Akar və Sayın Mövlud Çavuşoğlu da Türkiyədə. Demək ki, orada qabaqdan çox proseslər gedirdi. Onlar Dərvaqə Sabir və oraya çalışmağa gəlməmişlər o günlər. Doğrudur. Onlar oraya gəlmişlər, bizim xəbərimiz olmayan bir məsələlər var idi. Nəhayət, mənim qənaətim budur. Mən bunu anlıram. Mənim gözlədiyim bu idi. Və bunu çox qorxurduq ki, bu iş olsun. Nəhayət, o gün Ruslar oraya girib və Ermənistanı tamamən məhv olmaqdan və ermənilərin tamamən oradan çıxmaqlığından və ya tamamən Cənubi Qafqazın müqəddəratının dəyişilməsinin qabağını almaq üçün oraya girdilər. İndi Ruslar oraya niyə o günə kimin girmədilər, o bir başqa bir konudur. Amma orada o oldu, biz onun qabağına keçə bilməzdik, bizim gücümüz ona yetməzdi. Amma bu müqavilə mənim əqidəmə Şuşanın aldığına görə ki, qərar idi Şuşa alınmasın, onlar təzyiq edirdilər, alınmasın. Təkcə də onlar deyildi. Ruslar da, Ruslardan əlavə İranlılar, Fransızlar, Amerikalılar, demək olar bütün dünya Əliyevə deyildi ki, durun, dayanın, Şuşada siz nə işiniz? Amma biz, baxın, o günlər yağış yağırdı 2 gün mütəmadiyyən, bulut idi. 2 gün dözə bilmədi Azərbaycan. Çox böyük yetki verərək, itki verərək, dağları dırmaşaraq, sadəcə Klaşinkovlarla və ən ağır silah RPG-lər ilə onlar çıxdılar və Şuşanı aldılar, qəsbəyə xiyaban və xiyaban. Ev vuruşdu Azərbaycan komandosu və Şuşanı aldı. Mən özüm çox təəccüb edirdim ki, niyə 2 gün dözmürlər ki, hava açılır, dronlar girərlər işə? Və ya məsələn 4 gün, 5 gün dözmürlər ki, Qırmızı Bazarı tərəfindən tanklar gələ, tank dəstəyi ola, hava qüvvət dəstəyi ola və 2 cibhədən varid olar, ki vermədən orananları. Demək ki, da vaxt yox imiş. Azərbaycan ayrı vaxtı yox idi, ayrı seçənəri yox idi. Gecə ilə getdilər və oranı aldılar və məsələ bu cür oldu ki, biz 99% istədiyimizə yetişdik, qaldı 1-2% onu durdurdular. Real dünyada biz istədiyimizin, əlimizdə olduğumuzun qat-qat üstündə nailiyyətə gəlmişik. İndi bir mərhələyə keçib ki, mən buna deyirəm, Azərbaycan nərm gücü ilə, yəni saft olaraq bundan o tərəfə gedəcək. Saft bu mənaya gəlir ki, zamanı uzun olacaq. Onun da bir şeylə mənim zehnimdə var. Vaxt olsa onu tozif verərəm ki, mənim nəzərimdən o
bu aşamanı nə cür rədd edəcək? Əgər şərait yenə dəyişilməsə, orada savaş yenə başlamazsa, mənim fikrimdə elə bu 4-5 ildə ki, orada qoyublar birinci aşama və şayət ikinci aşamada ora yumuşaq olaraq Azərbaycan oranın hər bir şeyin əlini alacaq. Çünki ayrı bir yolu yoxdur. Onların tamam yolları kəsilib, iqtisadi qaynaqları bağlanıb. Çünki onlar 2 dənə bizim qızıl mədənimizi satırdılar. Biri Qubadlıda, biri Kəlbəcərdə. Bir tərəfdən də orada qaçaq işinə məşğul idilər. İranın Sipah Qudsu ilə kartel yaratmışlar. Bir tərəfdən də teröristi orada kəmplər qoymuşlar. Onlardan dəramət dəvadır. Bu 3 dənə orada da qutulub. Bundan sonra da onlar hər bir şeylərin, nəftlərin, qazların, yeməklərin, içməklərin, planların o Ermənistan yolu ilə gətirə bilməyəcəklər. Çünki pulları olmayacaq versinlər. Məcbur olacaqlar ki, qapıları açırlar Azərbaycana tərəf. Azərbaycan da orada bunları təmin elədiyi sürət orada bayrağı da gedəcək, polisi də gedəcək, idarə gücü də gedəcəkdir. Onlar məcburdurlar ki, orada o Azərbaycan kimliyini qəbul edirlər və bizim də o müqavilədə olduğumuz haqqa görə o 40 min 50 nəfər adam ki, oradan tökmüşlər eşiyə, onlar qayıdacaq, onlar uşaqları ilə qayıdacaq, onların bir çoxu sonra dünyaya gəlib. Orada bir həm demoqrafik cəmiyyət lazımdır, həm də ki, sən üstün mobiliyyət alacaqsan. Bizim vətəndaşımıza da deyilibdir ki, 4 ilə kimi başqa köməkliklər olacaq burada. Sənin vətəndaşın dövlətlənəcək, arxasında da dövlət gücü olacaq, o qalxacaq yuxarı, o biri ya yerində qalacaq, ya düşəcək aşağı, məcbur olacaq təbəiyyət edir. Bunlara baxdığımızda indi biz tam nailiyyətə hərəkət edirik. Tam nail olmamışıq, amma bu nailiyyətin təməl daşları qurulub, ona biz qadirik, tamamiyyət ərzimizi və mən sizə deyim, heç cürə orada onlara status verilməyəcək. Bu yəni qəti bir şey. İndi bu mühüm məsələdə indi gənə biz danışa bilirik. Türkiyənin sülh məramlı gücləri orada necə görəcəklər ki, indi biz cümə günündən Ankarada bunun üstündə danışıq var. Yəni, bəzi müxalifət və bizim içimizdə bəzi ağzı gözəllər və bizim içimizdə olan nüfuzi İranın adamları elə bir təbliğat başlayıblar ki, İlham Əliyev xəyanət elədi, dünya dəydi bir-birinə, oranı biz alırdıq, bunlar girdilər, Rusları soxdular. Heç kəs nə Rus oraya soxub, nə xəyanət edib, nə bir şey. Bu içtinab napəzir, qətiyyən bunun qabağını almayan bir proses idi, amma sözü elə yerə aparırlar ki, axır imtiyazları da alsınlar. Demək ki, orada danışılmayan sözlər, fürsət olmayan sözləri indi danışılır. Cümə günündən güclü danışıqlar gedir və bir günə kimi bizə indi məlum olubdur ki, orada mərkəzlər olacaqdır. O mərkəzlərdə həm Türkiyə əskəri olacaq, həm Rus əskəri olacaq. Amma o sahaya da aya Türkiyə əskəri girə biləcək. O indi bir gün səhər ya bir həftə sonra anlaşılacaq. İndi orada, indi savaş masanın dalında gedir və biz orada bir nəfəs. Bir dənə önəmli bir soru ki var budur. İndi əlan Rusiya Qarabağda vardı və o bölgədə savaş ehtimalı çox azdır. Amma bir tərəfdən də söz gedir ki, Ermənistanın içində kudeta istirdi ola hətta və ehtimalı var ki, Paşinyanı götürərlər və demək ola kudeta ola, inqilab ola, ya hər nə mənə. Bu Ermənistanda dövlətin değişməyi bu ehtimalı bizə gətirər ki, yenidən savaş başlanan, yəni bu atəşkəsi poza erməni tərəfi. Əgər bu işi görsə, təbəatı nə mən ola bilər sizcə? Baxın, bu Paşinyanın devrilməsi və indiki şəraiti dərvaqə Rusların qino təmbihi siyasətlərinin
ikinci aşamasına mən bunu təbir edirəm. Dərvaqa Ruslar bu 45 günü bizə fırça verdilər. Bu 45 gün içində onlar hər zaman girə bilərdilər. Biz 3-cü gündə buna qorxurduq, 12-ci gündə qorxurduq. Tamamı bu müddətdə də bundan qorxurduq. Müntəha Ruslar girmədi. O Ruslar oraya girmədilər. Bir məsələsi, onun bir illəti buydu ki, Paşinyan Soros'un projesinin ürünü idi. İnqilab məxməni ilə gəlmişdi. Bu 2-3 ildəki Ermənistanda var idi. Bütün Rus qaynaqlarını çoratmağa çalışdı. NATO'ya girməyə çalışdı. Hətta 2 ay bundan qabaqki Tovuza təarruzlarında tamamən indi müşəxəs olub ki, Fransa bunun dalındaydı və Rus bundan himayət eləmir. İndi o Paşinyanı ehtimali bu ki, çox vuralar, salalar, çoxdur. Onu dərvaqa o gün Ruslar oradan təyyarə ilə çıxartdılar, ehtimali çox qərib və yəqin Sutsiyə apardılar. Ruslar istəmədilər ki, Sabıq kimin Paşinyanı orada, Sabıq neçə dəfə bu işləri görüb, girələr, öldürələr, necə ki, olan məclis başqanı elədi. Çünki Ruslar çox pragmatik bir siyasətləri var, ayrı bir şeylə gözlürlər mənim etiqadıma. Orada Paşinyanı feylən hifz elədilər. Hətta dünən xəbəri çıxdı ki, Ermənistanın istihbarat başqanı bir kudeta tərrahlıq edib və dünən bu adam tutuldu. Dərvaqa bu hər anda ola bilər. Yəni birdən bu müxalif qüvvələr qabaqca da bir təşəbbüs elədilər, amma məclisdə əksəriyyəti ala bilmədilər 3-4 gün bundan qabaq. Bu məsələn sabah bunu eləyə bilərlər, bu icmanı gətirərlər və Paşinyanı yıxırlar. Bu da möhtəməldir. Bu Rusun da gənə işinə gəlir. Amma ermənilər gənə bir savaş bizim əleyhimizə başlada bilərlər. Mən deyirəm, xeyr. Erməni ordusunun %40 ta %50 ədəvatı, təchizatı, sursatı, imkanatı, hər bir şey yox olur. 7.000 ta 11.000 nəfərə kimi ölü verib. Yəni, dünən bəlli oldu ki, 2300 nəfər o üzləri eyləm elədilər ki, biz cəsədləri aldıq. 1400 neçə nəfər də itkindir. Amma bu gənə yalandır. Bunlar dalbadal bu 1000 nəfər, 500 nəfərlər deyəcəkdir. Bundan qabaq deyə bilmirdilər, çünki 1 milyon yarımlıq bir Ermənistana birdən 5000 nəfər, 3000 nəfər, 10.000 nəfər tabut keçsə, ora patlar. İndi bu mütarikə bunlara bu imkanı da verdi ki, bunlar ölən alalar, apararaq quyuyorlar. Bu böyük kərvanlar, ölü kərvanları gedir indi Ermənistana. Heç bir milləti və dövlətə bu icazəni verməz ki, belə bir savaş başlasın. Buyursunuz. Yəni, Ermənistanın heç bir qaynağı yoxdur, gücü yoxdur və indi tamam mevzilərdə biz üstünük. Məsələn, Şuşa 1400 metr yerin hündürlüğündədir. Yəni, bir dağdır, o level, səthi, tərazi dəryaya 1400 metr ucalıqdadır. Yanındakı Xankəndi ki, caddə olaraq 15 kilometrə fasiləsi vardı Şuşa ilə, amma hava yolu ilə Şuşa mərkəzi və Xankəndi mərkəzi 7 kilometr yarım bir-birinə fasilələr hava. Xankəndi 800 metr yerdən hündürlükdədir. Yəni Şuşa 400 metr fərqi var. Xankəndinin üstündədir. Bu mənaya gəlir ki, bu 7 kilometr yarım havan topu ilə, normal topu ilə, tank atışı ilə bunlar səvardılar. Yəni hər ləhsə Xankəndinin hansı caddəsi, hansı küçəsi, hansı evi, hansı mevzini vura bilədir. Yəni bunu da heç kəs qabağını ala bilməz. 1992-93-də də belə idi. Şuşa alınandan sonra Xankəndi və Xocalı və başqa yerlər sürət ilə ermənilərlə düşdü. Ona görə erməninin heç cürə orada imkanı bu ki, savaş başlayar və orada eləyə bilər bir nailiyyətə gələr, hətta fəzanı dəyişdirə yox. Bu imkansızdır.
Amma bu bizə imkanı vardı, mütariki olduğuna görə. Hərdən bir tərəfdən məsələn keçək birdən 5 kəndə alaq, 10 kəndə alaq o tərəf, ya bu tərəf. Ya bu 2 kilometr düz gətirək Azərbaycan bayrağını bıraq Şuşanın dərvazasına, əvvəlimcə evinə. Bunu da eləyə bilirik. Ola bilər, görəcəksiniz. Bu da olacaqdır. Yəni aşama olacaq. Bu yəni istinaf nabəzirdir. Və ya onlar tamamən məcbur olacaqlar. Bizim pasport idarəmiz, bizim qəllə idarəmiz, bizim su, qaz, telefon, bizim bu idarələrimiz girəcək oraya. Onların oraya girməyi ilə dövlət deyəcəkdir ki, tamam, mən əskərimi yeritmirəm, amma bunun əmniyyətinə mən oraya polis müstəqil edəməliyim. 5 ay, 6 aydan sonra, qış tutulandan sonra bizim köçkünlərimiz gələcək. Onlar o ev tikəcəklər, imar olacaq, şirkətə, saxtımanı gələcək. Onun əmniyyətinə dövlət deyəcək, mən polisimi yeridirəm oraya. Bunu biz görmüşük, bunu Kosovada da görmüşük, bunu Sırbistan'da da görmüşük, bunu Bosna-Herzegovina'da da görmüşük. Orada bunlar məcburdur. Orada dadgah olacaq. Elə erməninin özü iki davasının arasında. Bunun emal üçün bir güc lazımdır. O güc orada təsis olmalı. Mümkün də o polisin içində ermənilər də olsunlar. Mümkün də yox silahlı olmasınlar, batımla olsunlar. Biz elə bu inqilabı 50 57 inqilabından sonra bir sürə bizim öz şahın yəni dərvaqə Niru İntizamı o zaman şəhərbanı deydik. Bir sürə şəhər içində silahlı dolanmazdı. Batımla fəqət dolananlar. 20-dən dava olub, ya bir nəfər məsələn evinə oğru düşüb, ya filan olub. Bunlar silah ilə gələ bilmirdilər. Məsələn, Bəhməndəki inqilab oldu, İsfəndidə deydə, bunlar şəhərdə dolana bilmirdilər. O şərait orada yavaş-yavaş mühəyyə olacaq. Xeyr, mənim cavabım üçün sualınıza budur ki, Ermənistanın qətiyyən və qətiyyən bir savaş açmağa imkanı yoxdur, ona pulu yoxdur, təchizatı yoxdur və heç kəs də bunu mucab eləyə bilməz ki, gəlsin, duvarı orada savaşsın. Öz işlərində dava eləyəcəklər, öz işlərində təsviyələr eləyəcəklər, öz işlərində terror eləyəcəklər, öz işlərində min cürə fiskü fücur eləyəcəklər. Necə ki, 2 gün, 3 gün bundan qabaq məclisə girdilər, bir cavan getdi orada məclis başqanının səndəli üstündə sigara çəkdi, dünən ölüsün bir körpüyün altında tapdılar, çıxartdılar. Bunlar çox olacaq. Bunlar bir-birlərini bizdən çox öldü. Daşnaksiyonun, Hiçnakın qurbaniləri 100 il bundan qabaq əvvəldə ermənilərin özü olublar. Oradakı erməni doktorlar ki, şərif insanlar idilər, bunlara deyidilər ki, eləməyəm. Van'da nə qədər erməni terror eləyiblər bu ermənilər. Bu ermənilər özlərini bizdən çox öldürəcəklər. Bu dava eləyəcəklər. Mümkündür 100% Moskova yanlısı bir devlətdə gələr, mümkündür yarı-yarı da gələr, mümkündür bu vəz bir 6 ayda, 1 ildə idaməsi olar. Ancaq ola bizə zərəri olmayacaq. Onların o qarqaşaları dahaca bizi qüvvətləndirəcək. Sənin cipəyin dalında qarqaşı olsa, sən təzif olasan, düşmənin cibhəsinin dalınca qarqaşı olsa, o təzif olacaq. Ona görə mən bu gedişatın hər bir tərəfinə baxdığında nailiyyət biz iləndir. Mən o cür məsələn. Doğru. Burada çox söhbət gedir Türkiyədən və çox çalışırlar ki, Türkiyədə ən az Rusiya qədər orada söz sahibi olsun, etkisi olsun. Bu məsələnin əhəmiyyəti nə mənədir ki, bu qədər israr eləyirlər Türkiyə o bölgədə olsun? Yəni, Türkiyənin özünə bunun bir mənfəəti var, yoxsa Azərbaycana da bunun etkisi ola bilər? Bu məsələ hardan qaynaqlanır sizcə? Təbii ki, bizim üçün həm mənəvi olaraq və həm sahada çox böyük bir dəstək yaratır. Orada Türkiyə əskərinin gəlib məntəqədə hazır olmağı, Türkiyə əskərinin orada gözləmlərdə hazır olmağı, Türkiyənin legal olaraq Cənubi Qafqazda nüfuzunu da çoxaldar, etkisini də çoxaldar və Azərbaycana çox böyük bir dayaqdır, köməkdir. Bir tərəfdən Türkiyəyə də çox böyük imtiyazlar qazandırır.
Turan qapısı ki deyilir. Onu mən demirəm, onu Atatürk adını qoydu. Oradan indi bu günlərimdə ki biz gördük, xəbəri gəldi. Türkiyə başlayıb öz tərəfindən Naxçıvana dəmir yolunu ixtisas edir. Onun ikinci aşaması o Sovetlər yolundakı olan o yol açılacaq. O da gene Rusların gözetiminde olacaq. Oradan o gediş və gəliş iqtisadi hərəkət. Gələcəkdə Ermənistanın da iqtisadiyyatına əsər qoyacaq. Ermənistan başlayacaq gəlir oradan əldə etməyə. Yavaş-yavaş Azərbaycanla qapıları açılacaq. Türkiyə ilə qapıları açılacaq. Bu mənaya gələcəkdir ki, orada ateşə fanatik qrupların nüfuzunun azalmasına. Niyə? Çünki Ermənistanın yaşamı, iqtisadiyyatı diasporadan gələn ənənələr və Rus, Fransız, Amerikanın köməkləri ilə olur. Ermənistanın nə elə bir torpağı vardı ki, orada məsələn İsrail düzəyində gəlsin, teknoloji yaratsın, qoysun, orada böyük bir kənd təsərrüfatı icad eləsin, böyük bir məhsulat ürətsin, dünyaya satsın. Nə qızılı var, gümüşü var, nə nəfti var və nə bir abadanlıq vardı ki, turist dursun, geçsin oraya. Yəni gəlir qaynağı yoxdur, gəlir qaynaqları çox məhduddur. Özünü görmür. Əgər görsəydi 1992-dən sonra Ermənistanın 2.800.000 ila 3 milyon nüfusu indi düşüb 2 milyonlara düşməzdi. 1 milyonun üstündə erməni qalxıb gedibdi Rusiyaya, Avropanın bəzi ölkələrindən və Amerikaya gəlir. Ermənistan dünyada təkcə ölkədir ki, diasporası, ölkəsinin eşiyindəki nüfusu qat-qat içəridə olan nüfusdan çox. İndiki Ermənistanın nüfusu qədər nüfusu Rusiyada, indiki Ermənistanın nüfusu qədər nüfusu Amerikadadır və genə də bunun nüfusu var. Avropada, Hindistanda, İranda və qeyriyyətdə. Ona görə Ermənistan getdikcə bu iqtisadiyyatı çökəcək. Bu yolların tərəqi ilə məcbur olacaqdır ki, Azərbaycanla və Türkiyə ilə münasibətlər qursun. Bu münasibətlər bahis olacaqdır ki, erməninin ağıllı adamları gəlsinlər üstə, ya hətta əgər onlar ki, eləyə bilirlər, faslar deyərlər, dodota, çaharta edərlər. Biz ya acımızdan öləcək, ya bu mali-xuliyaya fikirlərimizdən əl çəkəcək, təbliğatımızı durduracaq, yaşamaq üçün. Buna ayrı yolu yoxdur. Rusiyanın o şəraitdə dəyər ki, Ermənistanı gəlsin, 2 milyon nəfər insanı, milyon nəfər adamı yetsin, işdirsin, onun hər bir şeyin öhdəsini alsın. İndi hələ mən bilmirəm, indi bu 5 ildə Ruslar bu həzinə ki elirlər, 2000 nəfər orada neyruları var, 500-600 dənə orada maşınları var, o mərkəzlərdə bunların iletişimi, bunların bu hüquqların, izahatkarların, bunları nə cür alacaqlar verəcəklər? Ay Rusiya özü təmin edəcək, ya Erməniyə deyəcək vericilər. Yəni bunlar hamısı bir şeylərdir ki, getdikcə tərəfi zor duruma qoyacaq. Bir məsələ vardı ki, qramət bəhsi də vardı. Yəni burada Azərbaycan şikayət eləyəcək, deyir ki, 30 ildir, hala neçə 100 milyard bizə zərər vurmuşsunuz, bunları cəhv verəsiniz. Və bəzi söhbətlərdə gelirdi ki, 50 milyard üstündə anlaşıblar bunlar. Hala nə qədər rəsmidir və müvəssəqdir, yox, işim yox. Amma bu məsələ də sizin buyurduğunuza sözünüzə qüvvət etkiləyə bilər Ermənistanın iqtisadını. Bunlar biləxərə bu zərərləri, ziyanları Azərbaycana qaytarmalıdırlar və bu çox önəmli bir məsələ ola bilər. Sizin fikriniz nədir bu məsələyə? Bəli, görürsünüz, indi bu geri çəkilmələrdə ağaçları kəsirlər, evləri otdurlar, indi kamuoyu binalarını təxrib edirlər, mədrəsələri,
yani telefon bazalarını falan nabla təxrib edirlər və bunu da dünyanın gözünün qabağında. Və bunun içində də biz görürük ki, orada nə qədər fəqr fəlakətlərdir. Siz baxsaz bunlar o ev vəsaili ki vururlar maşınlarına, tuvalet çinisini vurur. Demək ki, o çox lüks bir şeydir. Görürsən ki, o plastik səndəllər ki, biz bağçamıza da qoymarıq, mümkündür dəryəyə gedəndə ondan istifadə edirik. Ola evlərinin məlzəməsi, evlərinin forniteri odur, onu qoyurlar. Fəqr faqənin içində ac bir millət gedir, özündən ac bir millətin içinə girəcək. Bunlar harada qalacaqlar, necə yaşayacaqlar? Xəbərlərdə var idi bir həftə bundan qabaq ki, ermənilər ki, dönüblər, gediblər Ermənistana, gediblər İrəvanda o sitələr, saytlar ki, orada çox dövlətli kəsim düzəltmişdi, istəyirdilər, gedilər içində oturarlar, gediblər, giriblər olaraq. Bunlar bahis olacaqdır ki, orada istikaklar çoxalsın. Siz bilirsiniz, Ermənistanda, mən bunu Urmiyada böyümüşəm və çox erməni qonşum olubdur, tanışım olubdur, bunları mən bilirəm. Ermənistanda ermənilər, Qarabağ ermənilərini görə özlərinin üstə görərlər. Onları çətli bilərlər, mədəniyyətsiz bilərlər. Niyə? Çünki onlar 200 ilin içində çoxunluqla Suriyedən, Türkiyədən və İrandan köçüblər gedib oraya. Qarabağın ləhcəsi oradakı danışılan erməni deyil, içində erməni kələmələri çox türk kələmələri ilə və ərəb kələmələri ilə mümtəzə qarışıbdır. Onlar, ermənilər onlara bəyənməz. Hakeza, Amerikada olan ermənilər də İrəvandakı olan erməniləri bəyənməzlər. Onlara ianə verərlər, onlara pul yığarlar verərlər. O yüzden onlara da əsir görərlər. Erməni ki, İrəvanda yaşır, idealı Amerikadakıdır. Qarabağdakını da özünə yük, sırtındakı olan kambur və belə baxır. İndi bunlar gedirlər oraya, o tərəfdən də qərar olsa ki, yollar açılar, orada o hiçnaklar, asalalar, daşnaksiyonlar iş üstüne olmayalar, onların qardaşları Amerikada dəstəklərini bunlardan azadacaqlar. Necə ki, dünən gördük, iki qardaşyan Ermənistan bayrağını və Ermənistan kələməsini öz profilindən Instagramdan sildi. Kaldırdı, doğrudur. Bu nəmlə nişanəsidir. Bu nişanəsidir ki, buradakılar onlardan ümidlərini kəsdilər. Ya, bunlar da Ruslar kimi istəyirlər, onları təmliyə eləsinlər. Ki, siz niyə gedib ölmədiniz? Bu da deyəcəkdir, sən gəl öl də, mən niyə ölüm? Mən yolumu açaram, qapımı açaram, Türkiyə ilə müqavilə bağlaram, dostluq edərəm. Necə ki? Gördük, 5 il bundan qabaq Rəcəb Tayyip Erdoğan eyləm elədi ki, Ermənistandan 40 min nəfər xanım Türkiyədə kütlətlik edir. Gəlirlər, evləri təmizləyirlər. Bunu rəsmən eyləm elədir. Bu, indi gələr, onlar 100 min, onlar 200 min. Gələr burada işlər, pul göndərir Ermənistana. Nəticətən o orada sınar. Da fanatik ola bilməz. O yüzden bu gedişatda bizim nəfimizədir və buna vurgu yapın ki, dünən irəli gün Dağıstan-ı Kulla Ermənistan eyləm elədi ki, 50 milyard dolar bizdən qəramət istəyirlər. Bizim də yoxumuzdur verək. Bizdən mümkündür torpaq tələb edirlər, torpaq alalım. O torpaqda o Zəngəzur olacaqdır ki, Stalin verdi ermənilərə. O da ki olsa da tamamen Ermənistan da bu dəfə cəzirə yox, bəlkə bir quyu olur. Da İranla da irtibat kəsidir və bundan İran nəgərandır. Dünən də Fars News'da yazı yazmışlar, demişlər təhəvvülat-ı şum və orada demişdik ki, biz milyardlar dolardan məhrum oluruq. Əlbəttə bu milyardlar dolar ki, o deyiri Ermənistanla getdə deyil. Oradakı o
kəmplərdən, oradakı o eyni Dərrəyi Buqa kimi ki, Lübnanda, bunlar Qarabağda da o məvadlı müxəddir yetişdirmə, məvadlı müxəddirin bir isteyci Avropaya sadir ticarəti bunlardan bəli, o da bunların əlindən çıxır. Yəni bu da olmaz. Çünki Ermənistanın rəsmi mərzlərindən, rəsmi cumhuriyatından da bu işlər olmaz. Onları o qeyri-rəsmi, illegal körpülər ki vurmuşlar, arazının üstündən Xudabəndədən yeridirlər. Onları da Azərbaycan birinci mərhələdə əməliyyatındakı aldı, irtibat kəsildi. O yüzden İran'ın Sipah Qudsi mafyası və Ermənistanın da hakeza mafyası tamamen bu hesapsız, maliyatsız, heç bir kanuna, qaydaya tabi olmayan gəlirlərdən məhrum olur. Və getdikcə bu Ermənistan, mən deyirəm, nə cəzirə? Bəlkə bir quyu ünvanı. Bu quyudan çıxmağa görə qaydələr, yəni türkçüsü üz üstürəm sizdən də adam olurlar. Adam olmayınca bunlar o quyudan çıxa bilməyəcəklər. Çünki o quyudan kim çıxardacaq onları? Onları Azərbaycan çıxardacaq, Türkiyə çıxardacaq və hətta bunlar Gürcüstan çıxardacaq. Bilirsiniz, Gürcüstan da bunlar ilə irtibatlı. Çünki bu Gürcüstanın da torpağına bunlar iddia edirlər. Bunlar Gürcüstanlıları da öldürüblər, qətlam ediblər. Ona görə bu üç dövlət ki, bunu əhatə edibdir, bunlar gələk bunu quyudan çıxardalar. Rus da buna qadirdir. Rus eləyə bilsə, orada o paygahını hifz eləsə, ayaq yerisini hifz eləsə, böyük kişidir. Ona görə mən bütün gedişatı, gelişmələri, hər bir şeyi çox böyük oranda, %90'ların üstündə bizim nəfimizə getdiyini görürəm və inanırım. Doğrudur. Orada demək olar ki, o Qarabağda bir dövlət yoxudur ki, rəsmiyyətə tanınsın, cami-i beynümlərdən. Hətta Ermənistan da özü rəsmiyyətə tanımırdı və bu yol açmışdı ki, orada İran rahatçılıqla qaçağın eləsin, məvad müxəddir aparsın, ticarət insan eləsin və sairə. Və Ermənistan da siz buyurduğunuz kimi ələn bu 4 dənə ölkənin arasında qalıb ki, vəziyyəti də Güney Azərbaycan müstəqil olsa daha da demək olar çətin durumda qalacaq bu. Və bu biləxərə bunların ziyalıları, aydın adamları bunu düşünməlidirlər ki, siz istəsəz də, istəməsəz də türklərlə qomşusuz. Amma sualım budur sizdən ki, bundan sonra Qarabağda bu olaylardan ki 30 ildir qətliamlar olduğu filan, nə qədər ehtimalı var ki, ermənilərlə türklər Qarabağda eləyə bilərlər bir anlayışlı məsələn zindəcanlıqları ola bir yerdə. Məsələn fərz buyurun Xocalıda bu iki millət bu iki məsələn ermənilərlə türklər bir yerdə yaşaya bilərlər. Əslən bu ehtimal vardı ya yolu var bu ikisi eləyə bilərlər bir yerdə yaşayarlar sizcə? Valla indi məsail çox qamiz nöqtələrə gəlib çatdı. Sabiq 30 il bundan qabaq türklər heç cürə bir nəfrətləri və ya pis baxışları filanları ermənilərə yox idi. Onlar öz kətlərində yaşırdılar, bizimkilər öz kətlərində yaşırdılar. Bazar günləri də bir-birinə alverləri olurdu, görüşürdülər, idarədə görürdülər, mədrəsədə görürdülər və eynən bizim kimi, məsələn, bizim kənd təsərrüfatımız var idi. Bir yerdə Türk-Sünni kəndində bizim təsərrüfatımız vardı. Bir yerdə də ermənilərlə var idi. Yəni Gərdəbad kəndində bizim orada alma bağımız var idi. Yanında da ermənilər var idi. Gedib biz bunlarla bir yerdə yeyib içməzdik, oturmazdıq şeylərində. Amma bəzən məsələn bunlar toylarına çağırardılar, gedərdi. Ya birdən o gələrdi, deyərdi ki, filan şeyi mənə boş ver, ya filan bir şeyi bizdən alardı, pulun verərdi, alardı və ya biz gedərdik onların kəndindən, məsələn, alma cəbəsi alardıq, gətirərdik, verərdik işçilərimiz. Belə bir şeylər var. Amma indi ki, o mənim ailəmi öldürür,
30 ildə əlindən gəldiyini eləyir. İndi bunu bir gün heç olmasa mən gözləmirəm. Yəni ora bizim vətəndaşlarımız da geçsələr, dəqiqən iki ayrı toplum həyatı yaşanacaq. Mən çox təsəvvür eləmirəm ki, orada bir mədrəsə ola ki, bir klasda həm erməni otura, həm Azərbaycan vətəndaşı türk otura. Mən feylənlikdə bunu gözləmirəm, bunu fikir eləmirəm. Mən fikir edirəm ki, bu aşamada Azərbaycanlılar da qayıdacaqlar oraya. Onlar orada bir ayrı toplum düzəldəcəklər. Bunlar ayrısın. Eynən həmən şərait indi Bosna-Hersegovina və ya Kosovadadır. İndi də Serbilər ilə müsəlmanlar Bosna-Hersegovinada bir-birinin içində yaşamırlar. Məhəllələri də ayrıdır. 3 dənə orada rəis cümhur var Bosna-Hersegovinada. Yəni 3 dənə ayrı toplumdur, amma bir məmləkətin içində. Kosovada da bu şərait hakimdir. Yəni olmaz ki, illər boyu sən mənim qadınıma nə istədin eləyibsən, əsrimə o işləri görübsən, öldürübsən, kəsibsən, biçibsən, evimi nəməkdarına kimi uğurlayıbsan. Biz bir gün gələk bunu tamamən məsələn yaddan çıxar. Bu uzun vadəli bir prosesdir. Bu mədrəsələrdə bunu gələk, bunlara öyrədələr ki, birisindən dava eləməyin, sən də insansan, o da insandır. Belə şeylər olmalıdır. Orada o təhrik edici unsurların hamısı oradan çıxmalıdır. Erməninin o papazı bu işi görür. Erməninin orada o kəşişi bu işi görür. Onları təhrik edir. Bir əlində silah, bir əlində gövərçini öldürür, durur da. O orada olmamalıdır. Bütün bu artsaq dedikləri qondarma, hətta adam ki, onun post idarəsində işləyib, oradan çıxmalıdır. Yoxsa o gənə orada məsələ yaradacaq. Ona görə bu uzun bir məsələdir, uzun bir prosesdir və mən fikir edirəm ki, yavaş-yavaş hətta orada indi bu dəqiqə qalıb yaşamağını sürmək proqramlandıran, orada qalanlar indi onların bir çoxu bəlkə heç bir imkanları yoxdur ki, keçsinlər Ermənistana. Zaman içində mən fikir edirəm onların bir çoxu özləri istəyəcəklər ki, qayıtsınlar, keçsinlər Ermənistana. Orada yaşaya bilməyəcəklər. Yəni getdikcə orada balanslar, cəmiyyətin tərkibi, hər bir şey dəyişiləcəkdir. Bu lacərəmdir, bu içtinabnapəzir bir şeydir. Olub qalanı da qalsa, o da gənə mən fikir edirəm 40 il, 50 il, 30 il çəkər ki, bir taadülə gələ çata. Bir şey ola ki, bir ümid tapıla. Mən bunu bir çox uzun vadəli bir prosesdə bilirəm. Bu prosesin içində də mən fikir edirəm, erməni cəmiyyəti daha da orada azalacaq, türk cəmiyyəti daha da çoxalacaq. Və yaxud ki, bunu sizə ərz edirdim, o yumuşaq gücü ilə Azərbaycan varid olacaq. Bu da onun o prosənin bir qanadıdır ki, Azərbaycan bundan sonra oraya əlində silahlı qüvvə göndərmədən bu yolları ilə məsələni orada aydınlatmağa və təmizləməyə çalışacaq və bu zaman içində olacaq. O yüzden bəli, mən fikir edirəm ki, o cür olacaq. Çünki baxın, mən bir dənə məsələn Azərbaycanlı. Qayıdacağım oraya, gedəcəyim evimə. Sonra görəcəyim evimin rübərusunda vazgeçin durub orada. Gedəcəyim polisə, gedəcəyim idarə edəyim. O vazgeçin mənim qardaşımı öldürür. Orada bir dənə soruşturma başlanacaq və vazgeçin qorxacaq bu soruşturmadan. Hər halda o vazgeçin ağlı var da qorxacaqdır. O vazgeçin gedəcək. O vazgeçin gedəcək. Orada kim qalacaq? Qoca arvad qalacaq, bilməm, qoca kişi qalacaq. O adam ki, heç bu məsələlərdə əli olmayıb qalacaq. Bu, yəni özləri də oradan çıxacaqlar. Getdikcə Rus orada həmişə qala bilməyəcək. Elə 4 il bundan sonra Azərbaycan ilk etirazını oraya qoydu, o çıxmaq zorundadır. Onda da bir çox adamları oradan çıxacaq. İndi gənə bir çox adam ona ürək var. Rusiyaya güvənir, orada qalıb. Bəli, odur ki, mənim zehnimdə budur ki, heç yolu yoxdur da. Orada
bundan sonra erməni qalsa o 120 min nəfər, 130 min nəfərin 10 bini, 15 bini erməni olacaq. Bəqiyyəsi bizim vətəndaşımız olacaq və beləliklə bu məsələ kökündən çözüləcək. Çox təşəkkür edirəm. Son sual olaraq mən sizə bunu demək istəyirəm ki, bu bölgədə olan ölkələr, İran kimi məsələn, görürük ki, İran heç zad əldə eləyə bilmədi. Tamamən burada uduzdu. Bu bölgədə olan gedişatda hangi ölkələr qazandı, hangisi ziyan çəkdi və bunu bizə açıqlayıb, əgər son sözünüz də olsa, bu arada buyurun, eşidirik sizi. Baxın, çox mühüm məsələdir bu. Mənim etiqadıma birinci bərəndə, birinci qazanan ki, təbiidir, Azərbaycan milləti və dövlətidir. Zimnoviç torpaqlarını aldı. 220 il ta 250 bundan qabaqdan biz bütün zamanlar şikəst mütəhammül olmuşdur. Torpaqlarımızın bir parçası Gürcüstanda, bir parçası İranda, bir parçası Əraqda, bir parçası Ermənistanda belə dağılıb getmişdir. Biz heç zaman əldən verdiyimiz torpaqlara qayıdıb gələ bilməmişdik. Bizim ordumuz olmamışdı. Bizim dövlətçilik anlayışımız olmamışdı. İndi bu savaşların sayəsində elə bir müqtədir ordumuz vardı ki, dünyada sayısı olmayan nailiyyətlərə Şuşa biriydi, ona sahib oldu. Mən qətiyyən mütəqidəm ki, Şuşa savaşı dünya hərbinə girdi və dünya hərbi okullarında bu dərs deyiləcək. Bu hərəkatın hamısı dərs deyiləcək. Çünki çox çətin bir şəraitdə bunlar bunu əldə edir. Azərbaycan milli qüruru qəydi. Mənim bir dostum var Hollandada mənə telefon eləmiş deyildi ki, mən özümü bir zaman İranlı deyərdim, sonra Türkiyəli deyildim. İndi çox iftixarla deyirəm ki, Azərbaycan. Bu milli qürurun qayıtması çox böyük bir məsələ. Bəs birincisi Azərbaycanın milləti buna baxmayaraq ki, Azərbaycan pasportu daşır və ya daşımır. O bərəndə oldu. İkincisi Türkiyə oldu. Dünyaya göstərdi ki, nə qədər teknolojik olaraq, hərbi olaraq üstünlük əldə edib, onun dronları dünyanın savaş xəritəsini və savaş elmini təhəvvülə uğratdı. Libiyada göstərmişdi, bunu Azərbaycanda da dünyaya sübut elədi. Rəsmi olaraq oraya gedir. Mən fikir edirəm, Türkiyə, eynən Rusiya necə Ermənistanda paygah nizamısı var, Türkiyə bu aşamaya girir ki, Azərbaycanda bir paygah düzəlsin. O da İranın mərzlərinin yoxunluğu olacaq. Bəs Türkiyə də bunun ikinci ən böyük parlaq bərəndəsidir. Üçüncüsü məncə Ruslardılar. Ruslar böyük, uzun bir zamandan Azərbaycan düşmənləri kəsvətində görünümdən gəldilər. İndi bir şəraitdə oldular, bu 45 gündə bir tərəfliklərini hifz elədilər. İndi, məsələn, mən oxurdum, baxırdım, burada bir Amerika mənbədə, orada deyildi ki, Kəlbəcərdə Ruslar zorlarından istifadə edərək erməniləri oradan eşiyə ötürürlər. Yəni, o erməni ki, orada istirdi qalsın və Azərbaycan ordusu gələndən sonra onu öldürməyəcəkdi, o orada qalacaqdı. Ruslar bunu ötürürlər eşiyə. Yəni, Ruslar düşməndən natural bir vəziyyətə gəldilər. Məlumdur da, bu aşamada dost kəsvətinə də girə bilərlər. Bəs Ruslar da zimni bu ki, öz nüfuzlarını hifz elədilər, o görünümlərində də bir fərq elətdirmə olur. Bu fərq elətdirmə Azərbaycanda böyük etkisi olacaqdır. Və Azərbaycan həm haqq sahibi olan və həm pul para sahibi olan imkanat olaraq Rusa yenə də bunun maddi inikası da olacaq. Bəs Ruslar da bərəndədir. Bu savaşın Ermənistan deyə bir dənə əcaib qəraib dünyada eşik bənzəri olmayan bir bazəndəsidir. Düz girdi quyuya. Bundan bərabər İran girdi quyuya
və hətta İranın Fars, faşist opozisiyonu da girdi. Və mən deyərəm ki, İranın abırsız, şərəfsiz mediası opozisyonda və pozisyonda hamısı bir dəfə məhv oldular Azərbaycanın əfkar ümumiyyəsində. Və bu inkas tapdı Türkiyədə və Şimali Azərbaycanda. Yəni Euronews'un, Radio Ferda'nın, BBC'nin, Səda-i Amerika'nın, bütün bu Los Angeles'i televizyonların o nalayıq titriləri, yalan təfsirləri, yalan xəbərləri, o qədər yəni şərəfsizlik, çox üzr istəyirəm bu kəlməni mən işlədirəm, o da həddindən da uçdu, qaçdı, yəni həddindən çıxdı. İrandakı olan ittilata bağlı o Azəriha çətəsi, İranın təslimi, İranın xəbərguzarı partisi, televizyonları hamısı girdilər yerə. Bəs İran da ən azı Ermənistan qədər bu qəziyyədə utuzdu. Və əlavə ayrı bir bazındələr var ki, başda Fransa gəlir. Fransa nalayıq bəyanatı ilə, İslam əleyhdarlığı bəyanatı ilə, Azərbaycan əleyhinə olan gedişatı ilə, dedikləri sözləri ilə Yunanından da əlindən yapışaraq Yunan və Fransa da uzaqda olan vatanlardan biridirlər. Onlar yoxunda dəyədilər, qonşumuz olsaydılar, onlar da İran kimi batacaqdılar. Onların bu şansı uzaqda olduqlarına görə az batdılar. Amma onlar da o qədər batdılar ki, indi dərvaqə Minsk adında bir qrupun öldü, aradan getdi və sülh müqavilələri Azərbaycan, Türkiyə, Ermənistan, Rus payəsində olacaq. Və əgər orada Fransa ya Amerikada iştirak olsa, gözləmci ünvanında ya şahid ünvanında gələcəklər. Onlar da bundan sonra bu eş başkan, orada əsər qoyan, orada gedişatı dəyişdirən halətindən çox-çox uzaqlandılar və ola bilməzlərdi. Amerika fərqli səbəblərdən, Fransada bu yanlış, tamamən ağılsız tutumundan və davranışlarından bu masadan uzaqlandı. Belə cavablandırıram mən sizin sualınızı. Çox təşəkkür edirəm. Proqramımızın da proqramımızın axırına gəldik. Əgər son sözünüz var, sizi eşidirik. Çox sağ olun, təşəkkür edirəm. Son sözüm budur ki, 250 ildən sonra belə bir devlətimiz var, belə bir ordumuz var. Biz bunlardan sahib çıxmalıyıq, bunların arxasında durmalıyıq, səbir etməliyik. Bir şey də ki, əgər zehnimizdən gəlib, fikirləyirik ki, olmayıbdır, belə olsaydı yaxşıdır, biz onu dilimizə gətirməməliyik, düşmənin səhvinə girməməliyik. O 28 il elə mən, sən, o, bu intiqad elədik, lağa tutduq. Lazım niyə gəlmir? Lazım hardadır? Lazım qardaşım, hardasan? İndi lazım da gəlib, oradadır, torpaqlarımız da azad edildi. Dövlətimiz də var, ordumuz da var. 28 il o cür dözmüşük, ümidsiz, təhqir ola-ola, 5 gündə dözək, bu iş sərəncama geçsin. Mən bu dəqiqə hər cürə müxalifəti, hər cürə məsələ yaratmağı Azərbaycanın dövlətinə, iqtidarına yanlış bilirəm, hətta xəyanət bilirəm. O yüzden bir az müddət, heç olmasa bir oturaq, dinməyək, danışmayaq, görək, iş hara gedir. Və mən əminəm ki, hər şey bizim gönlümüzdə olacaq. Olmasa da bu realdır. Mən də istəyirəm 1 milyon dolarlıq evim olar. Amma aya varımdır. Aya cənabın istəmirsən ki, məsələn, kabilə kəminəsən, Türkiyədə dolanasan. Amma bizim imkanlarımızdan xaricdir. Biz real dünyada yaşayırıq. O yüzden səbr edək, millətimizdən, dövlətimizdən, ordumuzdan sahib olaq, düşmənin sütunu, pəncumuna təbdil olmayaq, duraq görək ki, nə olur? Biz görürük ki, elə bu 3 gündə, 5 gündən qabaq, aydat, bidat, Rus soxdular oraya, indi görürük ki, Rus gəlib Ankara'da yalvarır ki, baba qoyun görək neyim. Və biz indi bu gün də orada
müzakirələr gedir. Sabah mümkündür birdən görək ki, 2000 orada fərz edəyin ki, Rus var ve 2000'də Türkiye ordusu var. Biz bunu bilmirik ki. Bəs bərabərin biz dözək. 1 il dözək, 2 il dözək, 5 il dözək. Bu məsələ həllə çatsın. Yoxsa biz hər nə bunun müxalifətində desək, qeyri-məntiqi, maksimalayan sözləri önə sürsək, bu bizim hər bir şeyimizi xətərə salacaq. İndi ki biz üstünük, hər bir şey əldə etmişik, biz duraq. Duraq, o millət, o dövlət, o ordu işini görsün. Mənim sözüm bu qədər. Çox sağ olun. Çox sağ olun. Təşəkkür edirəm sizdən və bütün dəyərli izləyicilərimizdən. Hər vaxtınız xeyir olsun. Gələn görüşə qədər özünüzdən göz olun. Sağ olun.